Çalışmaq lazımdır ki, bu cür məclislərdə çoxlu iştirak eləmək. Hətta qardaşlar, biz fikir versirik hədislərə görürük ki, göy əhli bu məclislərə yer əhlindən daha çox hərisdirlər. Fikir verir, hədislərdə Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, mələklər, Allah Taala'nın səyyar mələklər var. O mələklər bu cür məclisləri axtarır. Harda bu cür məclisləri görsələr, o birisi mələkləri çağırıb, hamısı yığışırlar ora. Otururlar, həmin məclisi qanatları arasına alırlar. Allahdan o məclisə səkinət, rəhmət elə enər. Allah Taala bağışlayar o məclisdə olanları və həmçinin Allah Taala göy əhlinin yanında öyünər və deyər ki, şahid olun ki, mən onları bağışladım. Gör nə qədər fəzilətlər var. Yəni göy əhli olan mələklər yer əhlindən daha hərisdir bu cür məclislərə. Amma bizim daha çox ehtiyacımız olduğu halda hərdən görsən ki, qardaşlar bu cür məclisləri buraxırlar. Təhlənkarlıq eləyirlər. Ola bilər kimisə işi var, gücü var, o heç. Amma işi olmayan, gücü olmayan, bu cür məclislər təşkil edib çayxanalarda oturan, qıraqda başda hardasa vaxt keçirdib, evə gez gedən qardaşlar bilsinlər ki, nə qədər faydalar itirirlər.